Bədim bəyin Göyün Cazibə Qüvvəsi kitabını varaqlamağa vaxtım oldu. Təbii ki, oxuyacağım. Hələlik çıxış yerinə qədər bir Allah'a yalvarırdım ki, nə qədər biraz gec olsun, çıxış versinlər mənə, biraz gec versinlər, kitabını daha çox tanış olum. Vaxtım oldu bir 15 dəqiqə. Düz tez verdilər, amma heç olmasa bir kitabın bir ruhunu hiss elədim əsas. Çünki kitab oxuyan adamlar bir neçə fikirdən, sözdən ruhu tuta bilir. Çox fəlsəfidir və çox, mən çıxışımda da onu söylədim, maraqlı bir tərəfi nədir? Çox tanınmış, dünya tanınmış, Taxçansa bir nəsr, yazıçılan, onların fikirlərindən bir nəyi istifadə edir. Amma sonra ona özünün maraq yanaşmasını əlavə edir. O girişi onunla versə də, sonra artıq bütün gerisində özünün çox maraqlı fikirlərinə istinad edir. Onu və çox maraqlı söz yükü var. Maraqlı, layiqli, səmimi yazıdır. İlkin bunları gördüm. Təbii ki, bütün tam bu fikrimi tam kitab oxuyan sonra bildirə bilərəm. Amma Bədim bəyi uzun illər tanıyırıq. Yaxın dostluğumuz olmayıb. Amma mən elə gənc vaxtlarımdan o vaxtlar jurnalistikanın biz yeni yaranmış 90-cı ilin əvvəllərində bir neçə tanınmış jurnalistdən biri idi və mən oxuyurdum, sonra gördüm ki, artıq oxucuya çevrilmişəm. Maraqlı yanaşmaları var idi həmişə. Və bugün bu kitab təqdimatındakı gələn insanların həm yaşından, bütün yaşlar var burada. Orta yaş gənclər, yaşlı, sənət sahibləri, bütün sahələrdən var insanlar və böyük bir kütlə var. Bu, Bədim bəyin şəxsinə olan hörmətdir, ehtiramdır. Təbii ki, həm də 60 yaşı yubileydir. Mən sağlamlıq arzulayıram Bədim bəyə. Ən əvvəla can sağlığı arzulayıram. Yenə yazmaq, yaratmaq arzulayıram. O beyin açıqlığı arzulayıram. Çünki bir jurnalistin, bir yazarın ən böyük sərvəti onun beynidir, idrakıdır. Bax, əsas bu mənada sağlamlıq, can sağlığı ilə bir yerdə, beyin açıqlığını arzulayıram. Yazsın, yaratsın. Bu jurnalistikamıza öz imzası olan insandır. Gözəl qəzeti bugün oxucu tərəfindən oxunur. Qəzet, informasiya məkanında öz yerini tutub, həm sayt olaraq, qəzet olaraq bugün elə bir sürət dövrdə yaşayırıq ki, dövr elə xəbərlər, məlumatlar sürətlə dəyişir ki, bugün o informasiya portalları gərək nüvəsində olsun. Bax, rəhbərlik etdiyi sayt da həmin o kriteriya uyğun gəlir. Can sağlığı arzulayıram, yaradıcılıq uğurları arzulayıram və düşünürəm ki, bu ikinci kitabıdır, səhv eləmirəmsə, hələ bunlar başlanğıcdır. Daha böyük, daha qalın ciddi kitablarını görmək arzusuyla.